Park etmə müddəti bitən bəzi avtomobillər evakuatorla cərimə meydançasına aparılır. Bu necə qanuna müvafiq şəkildə həyata keçirilir? Ümumiyyətlə, hansı hallarda avtomobillər cərimə meydançasına aparıla bilər? Sualların cavabı Vüqar Ağayevin reportajında. Paytaxt ərazisində avtomobil sıxlığının qarşısının alınması üçün müxtəlif tədbirlər həyata keçirilir. Yeni körpülərin salınması, işıqforlarda yaşıl dalğa prinsipinin tətbiqi, avtoparkların quraşdırılması və s. Amma buna baxmayaraq hər yeni prinsip tətbiq edilən kimi onun özünə məxsus problemləri də üzə çıxır. Son dövrlərdə avtomobillərin park ərazilərindən aparılması halına tez-tez rast gəlirik. Bu bir çox hallarda sürücünün avtomobili düzgün saxlamadığına görə baş versə də, bəzi hallarda parking qəbzinin vaxtının bitdiyi üçün maşınlar cərimə edilir. Belə hallar da əlbəttə ki, sürücüləri narahat edir. Avtomobilinin təhlükəsizliyinə və digərlərinin hərəkətinə mane olmadığına əmin olan sürücü geri qayıtdıqda nəqliyyat vasitəsinin saxladığı duracaqda tapmayanda təşvişə düşür. Mənim işim olub, getmişəm 1 saatlıq çek vurmuşam, 1 saat yarıma gəlmişəm. Ancaq mənim başıma belə hadisə gəlməyib, dostlarımın başına gəlib evakuatora mindiriblər, aparıblar. Ancaq mən belə hesab edirəm ki, bu düzgün deyil. Gələrəm, əlavə ödəyə bilərəm buna əlavəsini. Mən elə hesab edirəm ki, polisin aparmağı düzgün deyil. Gecikmişəm, nə bilir ki, başıma nə hadisə gəlib. Ola bilər, xəstələnə də bilərəm, oradasa nəsə qəza da baş verə bilər, gecikə bilərəm də. Polis niyə aparmalı? Nə bilir ki, vətəndaşa nə olub ki? Bir çox Avropa ölkələrində avtoparking yerlərində müxtəlif üsullardan istifadə edilir. Bunlar arasına park yerində vaxtından çox saxlanılan avtomobilin təkərlərinin bloklanması və digərləri daxildir. Özdə buna nəzarətin çox gözəl mexanizmi var. Xüsusi parkon deyilən qurğu var. Belə deyək də, o parklanma yerindən keçəndə avtomobillərin nömrəsinə uyğun dəqiq müəyyən edirlər ki, bax bu avtomobil ödəniş edib yoxsa yox, ödəniş edibsə hansı müddətədək. Problemli olan avtomobillərə cərimə yazılar elə yerində qoyurlar, bunlar gedirlər, təbii ki, o bankda ödürlər. Əslində isə yol hərəkəti haqqında qanunun müvafiq maddələrinə əsasən avtomobil duracaqdan yalnız düzgün park edilmədiyi və digərlərinin hərəkətinə mane olduğu təqdirdə aparıla bilər. Parkomatın təsir etdiyi ərazidə nəqliyyat vasitəsi düzgün park edilibsə, sözsüz ki, yol polisi tərəfindən inzibati protokol tərtib edilə bilməz. Vaxtı bitməsi ilə bağlı ayrı qanunvericiliyin tələbinə uyğun tədbirlər görülə bilər. Bunun üçün də aidiyyatı üzrə, yəni Bakı şəhər icra hakimiyyəti tərəfindən təyin edilmiş şəxs tərəfindən aidiyyatı üzrə müraciət edilməlidir. Sürücülər isə bu və buna bənzər hadisələrlə qarşılaşdığı zaman məhkəməyə müraciət edərək hadisəni sivil yolla həll edə bilərlər. Unutmayın ki, şah qanun deyil, qanun şahdır.